Vətən torpağı hər zaman igidlərin nəfəsi ilə yaşayır. Bu torpaq uğrunda canından keçən şəhidlər tariximizin ən uca zirvəsində dayanır. Onların hər biri bir dastan, bir qəhrəmanlıq səhifəsidir. Müharibə ağır bir imtahandır. Hər torpağın, həm insanın sınandığı bir yoldur. Amma bu yolda vətən sevgisi hər qorxudan, hər ağrıdan güclü olur. Şəhidlərimiz məhz bu sevginin ən ali nümunəsidir. Onlar həyatlarını itirmədilər. Əksinə vətənə əbədi həyat qazandırdılar. Bu gün azad nəfəs alırıqsa, bunu o igidlərin qanı, cəsarəti və fədakarlığı sayəsində yaşayırıq. Onların adları unudulmur. Çünki hər daşda, hər bayraqda, hər ürək döyüntüsündə yaşayırlar. Şəhidlik bir son deyil, bir başlanğıcdır. Vətən uğrunda gedən yolun ən uca mərtəbəsidir. Bu yolda qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalanlardan biri də qəhrəman kəşfiyyatçı Bahadurdur. Vətən uğrunda şərəfli ömür yolu qəhrəman kəşfiyyatçı Bahadur Sehrimanoğlu'nun ən böyük amallarından biri olub. Azərbaycan torpaqlarının azadlığı uğrunda canından keçən igidlərimizin hər biri xalqımızın yaddaşında əbədi yaşayır. Bunlardan biri də Ağdam torpağının getirməsi, mərdliyi və cəsarəti ilə seçilən kəşfiyyatçı Bahadur Sehrimanoğlu Quliyevdir. Bahadur Quliyev 25 may 1974-cü ildə Ağdam rayonunun Gülablı kəndində dünyaya göz açmışdır. Uşaqlıq və yeniyetməlik illərini doğma kəndində keçirən Bahadur Pirimov adına orta məktəbdə təhsil almış, müəllimlərinin və sinif yoldaşlarının yaddaşında tərbiyəli, zəhmətkeş və vətənpərvər bir gənc kimi qalmışdı. Hələ məktəb illərində ona vətənə bağlılıq, torpağa sevgi hissi özünü açıq şəkildə göstərirdi. Orta məktəbi bitirdikdən sonra ailəsi ilə birlikdə Rusiyanın Volqograd vilayətinə köçən Bahadurun həyatı burada davam etsə də, onun ürəyi daim doğma Azərbaycanla döyünürdü. Qarabağda alovlanan müharibə, doğma torpaqların işğalı və xüsusilə də iki qardaşının döyüşlərdə iştirak etməsi onu biganə qoya bilmədi. Vətən çağırışı Bahadur üçün hər şeydən üstün oldu və o tərəddüd etmədən Azərbaycana qayıdaraq cəbhəyə yollandı. Bahadur Quliyev vətən çağırışına səs verdi. Bahadur Quliyev ensaylı hərbi hissədə xidmətə başlayaraq qısa zamanda özünü cəsur və peşəkar döyüşçü kimi göstərdi. O kəşfiyyatçı kimi ən təhlükəli və məsuliyyətli tapşırıqları yerinə yetirirdi. Ağdam şəhəri və ətraf kəndləri Abdal, Gülablı, Bağmanlar, Çıraqlı, Güllücə, Novruzlu, Məzəli, Qərvənd, Çosalar istiqamətində gedən döyüşlərdə onun xüsusi rolu olmuşdur. Düşmən arxasına keçərək məlumat toplamaq, döyüş yoldaşlarına yol açmaq və əməliyyatların uğurla nəticələnməsinə töhfə vermək onun gündəlik fəaliyyətinə çevrilmişdi. Kəşfiyyatçı Bahadurun döyüş yolu həm çətin, həm də şərəfli olmuşdu. O hər zaman ön xəttdə təhlükəli nöqtələrdə xidmət etmişdi. Döyüş yoldaşları onu etibarlı silahdaş, komandirləri isə məsuliyyətli və intizamlı əsgər kimi xatırlayır. 1995-ci il 17 aprel tarixi Bahadur Quliyevin həyatında son lakin ən şərəfli gün oldu. Başqərvən kəndi uğrunda gedən ağır döyüşlər zamanı ona verilən kəşfiyyat tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid oldu. O son nəfəsinə qədər vətəninə sədaqət göstərdi və müqəddəs torpaq uğrunda canını fəda etdi. Onun nəşi döyüş bölgəsindən xana ləqəbli komandiri kəşfiyyatçı Səyyaf Əhmədov çıxararaq arxa cəbhəyə çatdırdı. 18 aprel 1995-ci ildə Bahadur Sehrimanoğlu Quliyev doğma Ağdam rayonunun Xırdırıstan kəndində kənd qəbirstanlığında torpağa tapşırıldı. Bu məzar yalnız bir insanın deyil, bir qəhrəmanın, bir vətən oğlunun əbədi istirahət yerinə çevrildi. Bugün Bahadur Quliyevin uğrunda canından keçdiyi torpaqlar azaddır. Qarabağın azadlığı uğrunda can verən bütün şəhidlər kimi onun da ruhu şaddır. O öz canına bağışlayan gələcək nəsillərə azad və bütöv Azərbaycan miras qoydu. Bahadur Quliyev kimi igidlər tarix yazır, xalqın qürur mənbəyinə çevirir. Onların xatirəsi daima hörmətlə anılmalı, qəhrəmanlıqları gələcək nəsillərə örnək kimi çatdırılmalıdır. Rahat uyu, igid oğul, uğrunda can verdiyin torpaq artıq azaddır və sənin qəhrəmanlığın heç zaman unudulmayacaq. Müəllif Raziyə Kamil qızı.